Deməli biz bu günləri ana-bala deyətə çıxmışıq və əsas gəlmək istədiyimiz yer gedək. Bəli, uzun zaman idi ki, bu məkana Mətinlə birgə gəlməyi planlayırdım. Amma özünə deməmişdim. Son bir gün qalmış, səninlə baş-başa görüşə çıxmaq istəyirəm. Getdiyimiz məkan da məhz buradır deyərkən çox sevinmişdim. Əslində məqsəd təkcə kitab almaq, kitablara baxmaq və şəhər gəzinti deyildi. Son vaxtlar Mətinlə biraz aramızda anlaşılmazlıq olur. Mən deyən ona xoş deyil, o deyən mənə xoş deyil. Və beləcə çəkişməli günlərimiz günü-gündən artırdı. Düşündüm ki, buna kimsə yox deməli, stop deməli idi. Təbii ki, bir böyük olaraq, fərqində olaraq, valideyn olaraq əlbəttə mən addım atmalıydım. Və ikimizin də ortaq marağımız əgər ən başlıcası kitablardırsa, niyə məhz bura olmasın dedim. Çünki onun da sevinəcəyinə adım qədər əmin idim. İlk başlarda təbii ki, bu məkana gəlib çatana qədər yol boyunca söhbət elədik. Aramızdakı anlaşılmazlığın qaynaqlanacaq səbəbləri danışdıq. Təbii ki, o özü üçün haqlı səbəblər irəli sürdü ki, sən bəzən gözləmədən ani çıxışlar edirsən, əsəbləşirsən, qışqırırsan. Təbii ki, burada onun baxış bucağı ilə empati edərək anlamağa çalışdım. Haqq verdim. Çox pis olduğum anlar oldu. Ancaq mən də ona izah etməyə çalışdım ki, mənim də gündəlik qayğılarım, ev, qardaşım, sən və düşünsə ki, mən bunların hər birini tək-tək həyata keçirirəm. Mən də özümə görə yoruluram, təbii ki, yüklənirəm. Psixoloji və ya fiziki və ya mənəvi dəstəyə və ya köməyə ehtiyacım olur, ya da ki, istirahətə ehtiyacım olur və istər-istəməz beynimdə onları düşündükcə çıxılmaz vəziyyətdə qalıb, hisslərimi, emosiyalarımı bəlkə də sənin hansısa bir yanlış hərəkətində səbirli olub izah edəcəyim halda qışqıraraq, öfkələnərək çıxış yolu axtarıram. Əlbəttə, o bir uşaqdır. Bəzən unuduram, həqiqətən onun 9 yaşı var. Nə olursa olsun səbirli olmaq lazımdır. Nə olursa olsun valideyn olmaq, yəni doğru düzgün evlad böyütmək heç də asan deyil əlbəttə. Mən də onlarla bərabər yaşayıram, öyrənirəm, oxuyuram, araşdırıram, səhvlərimi görürəm və həyatda belə düşünürəm ki, hər kəsin qarşısına çıxan hər bir insan o övladı belə olsa, onun üçün bir müəllimdir, bir sınaqdır, bir dərsdir. Bizim onlardan, onların bizdən öyrənəcək bir şeyləri vardır. Bakıbukda özümə istədiyim kimi kitab seçə bilmədim, çünki Mətin oğlan həqiqətən də bəlkə acımışdı. Ona görə burada bəzi kitablara sadəcə baxmaqla yetindim. Getdik, doyunca qarnımızı doldurduq, yeməyimizi yedik. Daha sonra yol üstü Tərgovda yerləşən Librafda mütləqi ayaq saxladıq. Bu kitab ki var, hansı ki İndinin gücü, o barədə çox eşitmişəm, ancaq türkçəsini gördüm. Heç yerdə onun Azərbaycan dilində olanını tapa bilmədim. Mütləq onu tapmağı, oxumağı düşünürəm, amma özüm üçün Librafdan bir-iki kitab seçdim. Növbəti videoda o barədə də danışacağım. Hansı kitabları almışıq? Əgər bu videonun sonlarına doğru belə maraqla izlədinsə, dinlədinsə, demək ki, sən də məndən birisən. Hamımız birik, bəli, bu yolları hamımız keçirik. Sən də bir valideynsən. Hər şey əlbəttə gəlib keçəcək, öz axarına düşəcək. Biz sadəcə bir valideyn olaraq stresli, qayğılı günlərdən keçə bilərik. Hər şeyi Allaha buraxaq, Allahın ətəyindən yapışaq. Biz alacaqlarımızı aldıq və gedirik.